Qasımlı kəndinin orta məktəbidir. 11 dekabr tarixində burada yanğın baş vermişdi və yanğın nəticəsində məktəb tamamilə yanmışdı. Bugün 360-dan artıq şagird başqa yerlərə yerləşdirilib və çətin şəraitdə dərslərini alırlar. Qasımlı məktəbi yanğından öncə də yararsız vəziyyətdə olub. Aidiyyatı orqanlara müraciət edilsə də, məktəb binasının tikiləcəyi vəd olunsa da, bu vədi 25 ildir yerinə yetirən olmayıb. İndi isə bina yanıb və şagirdlər daha ağır vəziyyətdə təhsil almaq məcburiyyətində qalıblar. Beşə işləmişdi, bir 15-20 dəqiqə. Uşaqlar dedi ki, burada nəsə də pis iyi var, gürcü sinifləri də var bizim burada. Bir də qapıyı açdılar ki, aloy, qırşaday. 360-dan artıq şagirdi, 40-dan artıq müəllimi olan məktəbin probleminin həlli üçün nələr ediləcəyi haqda Mardinyan rayon təhsil resurs mərkəzinin sədri Ruslan Hacıyev danışdı. Demək, dekabr ayının 11-də günün ikinci yarısında bizə məlumat çatdı ki, Qasımlı orta məktəbində yanğın baş vermişdir. Dərhal Mardinyan resurs mərkəzinin Mənbə resurs mərkəzinin nümayəndələri oraya getdik, yerində vəziyyətlə tanış olduq. Yanğın söndürüldü. Demək olar ki, məktəbin əsas tədris keçirilən hissəsi yararsız hala gəlmişdir. Dərhal məktəb direktoru ilə və bütün ərazidə olan məktəb direktorlarını müşavirə keçirdik. Yerli bələdiyyə nümayəndəsininlə bərabər, yerli deputatla bərabər qərara gəldik ki, şagirdləri kənddə olan keçmiş sovetlər vaxtından idarə vardı, oraya yerləşdirmişik. Bugün dərs prosesi davam edir. Bir hissəsi şagirdlərin həmin o binaya yerləşdirilibdir. Dərs davam edir, dərslər pozulmur. Bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq qurumlarının bütün hamısının məlumatları var. Ciddi üzərində iş gedir. Bu yaxın günlərdə qərar veriləcək, məktəbin gələcək durumu nə cür olmalıdır? Bildiğiniz kimi təzədən yeni bir məktəb tikilməlidir Qasımlı məktəbi.